Salam, hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim də sizə toyuqların, ondan sonra xüsusən 2 aylıq, 3 aylıq cücələrin tük yeməyi haqqında danışıb, onlara nə vermək lazımdır ki, onların qarşısını almaq olsun da. Yəni o tük yeyirlərsə, sonra keçirlər bir-birlərinin dərisini, quyruğunu zadı yeyib it gününə salırlar. Onlar haqqda məlumat vermək istərdim. Əziz izləyicilər, videomuza keçməmişdən öncə, yəni mövzumuza başlamamışdan öncə artıq da sizdən xahiş edərdim ki, əgər kanalımıza abunə deyilsinizsə, abunə olun, videolarımıza da like qoyun. İndi keçən əziz izləyicilər mövzumuza. Deməli, əziz izləyicilər, bu xüsusən cücələrdə baş verir. Yəni 2-3 ayını keçmiş cücələr, hətta balacalar da ola bilər. Cücələr, hündüşka balaları, ördək, qaz olur da bunlarda bir-birinin tükünü yemək. Bu nədən baş verir? Deməli, əziz izləyicilər, bu ondan baş verir ki, bunlara o şəkərli yem versiniz və o şəkərli yemi kəsəndən sonra onlarda nəsə çatışmır, belə deyək də, kalsi, digər vitaminlər və başlayırlar bir-birinin tükünü yeməyə. Hətta bu şəkərli yemi verəndə belə bu ola bilər. Çünki bu şəkərli yem onları bu belə deyək, kannibalizm xəstəliyinə yoluxdurur. Düzdür, indi deyəcəksiniz ki, digər yemlər verəndə yəni elə də yekəlmir. Ümumiyyətlə mən həmişə demişəm ki, cücəni yanvarda, fevralda almaq lazımdır. O cücələr yaxşı qalırlar və belə deyim, həm də xəstəlik zad tutmurlar. Çünki onların gəlir 2 ayı, 3 ayı düşür marta, aprelə. Onda isə iynəsini vurursunuz. Yəni yaya isti aylara düşəndə belə deyim, böyük beçə olurlar. Onda isə o xəstəliyə, digər xəstəliklərə yoluxmurlar. Və bunlardan da qaçmaq üçün, yəni bu kannibalizm xəstəliyindən qaçmaq üçün əziz izləyicilər, cücəli o şəkərli yem yox, düzdür, indi mən də verirəm, ancaq çarəsizlikdən, yəni belə vaxtları, yəni yanvar-fevral aylarında balıq olur. Balığı alıb, pişirib, həm suyunu qoysunuz, qabaqlarına içirlər, yaxşıdır, vitamindir, həm də yemlərinə qatsız buğda, qarğadalı yarmasına qatıb verirsiniz. O yaxşı həm böyüdür, həm də təbiidir. Və əgər belə şeylərlə üzləşdinizsə, birincisi ördəkdə, qazda açıq buraxmaq lazımdır. Yəni otluq olsun, qaz ot yeyəndir, ördək də onun kimi su zat yeri olsun. Yəni yerlərini dar eləmisiz. Belə də toyuq cücələrində, yəni balaca setkada saxlayanda onlar başlayacaqdır bu çatışmamazlıqdan bir-birini yeməyə. Ona görə ilk öncə bax belə göy çəmənliyə buraxmalısınız. O göy çəmənlikdə yaxşıca gəzsinlər. Yəni bir-birini tutub tüklərini qoparda bilməsinlər. Ondan isə əziz izləyicilər, ondan əlavə sularına deməli limon duzu olur. Limon duzunu qatıb versiniz. Məsələn 10 litrə 2-3 xörək qaşığı qatıb verə bilərsiniz. Yəni tuş olmalıdır. Ondan sonra üzüm yarpağı verə bilərsiniz, sonra sirkə verə bilərsiniz. Bir də əziz izləyicilər, bizim kanalda var, deməli üzüm sirkəsini, ondan sonra limon duzunu və biraz da çayın soda. Bunların üçünü qatsın, məsələn 10 litr suya 1-2 xörək qaşığı limon duzu, 1 stakan sirkə və 1 xörək qaşığı da çayın soda. Qatısız bunu qoysunuz qabaqlarına. Bunu içirlər və o belə deyim də, o vərdişdən, kannibalizmdən biraz aralanırlar. Ancaq onu da deyim ki, yerlərini siz geniş eləməlisiniz. Yəni bax, buraxmalısınız belə otluğa. İndi bəziləri deyə bilər ki, bizdə setkada qalırlar, elə şərait yoxdur. Yəni bu olacaqdır. Yəni bunu etmək lazımdır. Bir də əziz izləyicilər, pişivoy mel var. Yəni o kipissat hazırlanan mel yox, baytarlıqda satılıb, yəni belə deyim, yemnazada qatıb versəz, bax elə şeylər var, mellər var. Ondan alıb verə bilərsiniz, yeminə qatıb.
Bir də əziz izləyicilər bizim kanalda var, AliExpress-dən almışam. Halqadır. Onu taxsız deməli dimdiyinə, biraz da dimdiyinin ucundan kəsirsiniz, üst dimdiyindən. Onda isə cücənin düzdür, ağzı belə yaxşı örtülmür, ancaq yemini də yaxşı yeyirlər, suyu da yaxşı içirlər, sadəcə tükü tuta bilmirlər. Və bununla da bir müddət, 1 ay, 2 ay qalır, onlar onu unudur, yemini də təbii ki, normal eləməlisiniz. Ondan sonra burnundan, dimdiyindən də belə deyək, çıxardısınız. O bizim kanalda var, girib baxa bilərsiniz. Belə deyək, necə zakaz sifariş verilib, AliExpress-dən sifariş verilir, elə də baha deyil, 5-6 manata başa gəlir, yəni gəlib kömürlük pullu zatı poçta 1 manat səhv etməm 40 qəpikdə kömürlük pulu var, onu ödəyirsiniz. Yəni maksimum belə ən bahalı olsun, onun sayına uyğun olur. 100 cücəlik var, 10 cücəlik var, daha doğrusu 50 cücəlik var. Yəni onun sayına uyğun. Kanalımda var, girib baxa bilərsiniz. Beləcənə şey edirsiniz, yəni ondan sifariş edirsiniz və taxırsınız. Yəni kanalımda var, AliExpress-dən də indi hər kəs normal belə deyim zakaz edə bilir, sifariş edə bilir. Yəni ondan edib verə bilər, taxa bilərsiniz. Yəni başqa bunun çarəsi yoxdur. Yoxsa başlayacaqlar bir-birlərini bütün yeməyə. Yəni ilk öncə siz onların yerini geniş edirsiniz. Bax belə buraxırsınız otluqda otlayırlar. Bu yəni vitamin çatışmamazlığı, kalsi çatışmamazlığı olanda baş verir. Ondan sonra sularına tuş edirsiniz, yəni ya limon suyu töksüz, duzu daha doğrusu. Ondan sonra ya sirkə, ya belə deyək, çayın sodanla üçünü qatıb bir yerdə töksüz, ayrı-ayrı deyə bilərsiniz, limon duzunu da tökə bilərsiniz ondan sonra. Yəni tuş məzə, üzüm sirkəsi də verə bilərsiniz, ondan sonra üzümün yarpağını yığıb verə bilərsiniz. Vitaminli sular verə bilərsiniz, belə deyək, Supervit, Chictonic və s. da, yəni belə vitamin, intravit zat vitaminlərindən verə bilərsiniz və mel, bayaq dediyim kimi mel, o pişivoy mel alıb yemlərinə qatıb verə bilərsiniz. Bir də ki, o halqadan alıb dimdiklərinə deməli taxısınız və üst dimdiyini kəsirsiniz. Onlar deməli ağızları yaxşı örtülmür və yaxşı tuta bilmirlər və başlayırlar onu yəni bir-birlərini yemirlər və bir müddətdən sonra tərgiyirlər. Ördəkdə qazda isə əziz izləyicilər yerlərini geniş eləməlisiniz və su zat qoymalısınız ki, bu vərdişdən yəni unutsunlar da, yəni bunu. Yəni bax belə ayrı bunun çarəsi elə yoxdur. Ancaq mən deyərdim ki, ən gözəl çarəsi o halqadır. O halqadan alıb taxsaz, inandırım ki, sizin heç bir toyuğunuz, cücəniz bir-birinin tükünü, nə də hündüşka zat yeməyəcəkdir. Bax belə əziz izləyicilər, bugün də istədim bu haqda danışan məlumat verəm. Hər kəsə təşəkkürlər. Kanallarımıza, Quşlar TV, Alal Ördəklər TV, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Videolarımıza da like qoyun. Artıq da hər dəfə sizdən xahiş edirəm, amma yenə də qoymusunuz. Məsəl üçün 300 nəfər, 350 nəfər baxır, 25-i, 30-u qoya qoymaya. Artıq da xahiş edirəm ki, like qoyun. Like qoyun, qoy videolar inkişaf eləsin. Mən də həvəslə belə videolar hazırlayım, sizinlə paylaşım. Belə, bu qədər. Sağ olun əziz izləyicilər, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə sizdən ayrılıram.